Ermənistanda ölkəni tərk edənlərin sayı artmaqdadır. Ölkənin Statistika İdarəsinin məlumatlarına görə ötən ilin 9 ay ərzində 8 minə yaxın vətəndaş Ermənistandan gedib. 2022-ci ilin yanvar-sentyabr aylarında Zvartnotsu beynəlxalq hava limanına gələn sərnişinlərin sayı 1.293.612, gedənlərin sayı isə 1.299.789 nəfər olub. Həmin aylar ərzində Şirak hava limanına gələnlərin sayı 20.567, gedənlərin sayı isə 22.073 nəfər təşkil edir. Bu dövrdə ümumilikdə Ermənistana hava yolu ilə 1.314.179 nəfər səfər edib, 1.321.862 nəfər isə ölkədən gedib. Bu da ölkədən gedənlərin sayının ölkəyə gələnlərin sayından 7.683 nəfər çox olduğunu göstərir. Qeyd edək ki, rəsmi statistikaya əsasən son 10 ildə Ermənistan əhalisinin sayı 70.000 nəfər azalıb. 4 saat yəni geri üçün ötürür.